Millət salam, hər kəsin hər vaxtınız xeyir olsun. Bugün biz Fəridlə bir yerdə, inşallah Fəridlə indi çəkəcəm. Səsim bilmirəm necə gəlir. Fəridlə bir yerdə Heydər Əliyev məktəbini gördüyümüz kimi gəlmişik. İnşallah burada adı neydi Fərid buranın? Klassik avtomobil sərgisi. Klassik avtomobil sərgisi olacaq. 2 ədəd Fərid bəy tərəfindən təşkil olunmuş biletlərimiz var. Ümid edirik ki, hər şey çox maraqlı olacaq. Getdik. Deməli, indi gedirik muzeyə. Belə göstərim. Dedik fərqlilik olsun. Hər gün rayon. Siz də bezməyin. Biraz şəhərdə də fırlanaq arada. Nəysə, belə hündürə oxşayan bir yerdən tullandı. O qədər ağdır ki. Seçilmir, hə. İndi gedirik. Hə. Deməli, nəsə düz getməmişikmiş. Fırlanası təzdən. Hə, nəsə gedirik indi maşın muzeyinə. Deməli, muzeydə fərqli nələr var? Lamborghini'nin çıxartdığı ilk traktordur. Sonra yəni yaxından nümayiş edə biləcəyiniz Bugatti'dir, hansı ki şəhərdə, hətta Azərbaycanda ilk Bugatti'dir. Və belə fərqli maşınlar var. İndi gedək yaxından daha da göstərəcəyik sizə. Belə. Müzeyə hazırda ilk giririk. Girən kimi sağ tərəfdən davam edirik və burada bizi tipik olaraq birinci təkmilləşmiş fayton maşınları qarşılayır. Hansı ki zamanında gördüyümüz kimi heyvanlar at vasitəsilə idarə olunan faytonların ilk təkmilləşmiş formasıdır. 1886-cı ildə istehsal olmağa başlayıbdı və dövrümüzün ilk 4 təkərli nəqliyyat vasitəsi olaraq və daxili yanma mühərrikindən istifadə edərək hazırlanmış versiyasıdır. Gördüyümüz bu Buick tipli maşın ilk maşın olaraq ərsəyə gəlmişdir. 1903-cü ildə David Dunbar tərəfindən ərsəyə gətirilmişdi. 1910-cu ildə isə tam olaraq maşın hazır şəkildə meydana çıxmışdı. Bir çoxumuzun da inanıram ki, filmlərdə gördüyümüz kimi motoru ön hissədə yerləşir və motorun işə salınması üçün əldən istifadə olunaraq mexaniki şəkildə motor işə salınır. Buyurun. Deməli, sağ tərəfində gördüyünüz Rusiya ordusunda əsasən istifadə olunan, filmlərdə də gördüyümüz Qaz 67B modelidir. Həmən isə onun sağ tərəfi, daha doğrusu sol tərəfdə, sağ tərəfində gördüyümüz Willys MB, yəni bu da UAZ-dır. Amerikalılar tərəfindən istifadə olunan döyüşlər maşındır. İkisi də təxmini olaraq 1940-cı 50-ci illər arasında təxmini olaraq bu vaxtlarda istifadə olunur və Amerikan maşınlarda olan bir özelliyi döyüşdə hər şeyə, hər ana hazır olmalı üçün maşının sol tərəfində gördüyünüz kimi lapatka və balta var. Yəni çox gözəl. İkisi də bu formadadır. İkisi də mexanikdir. Buyurun Fərid, buyurun davamını. Davamında isə nə demək istəyirəm? Bu avtomobil çöldə nə qədər sadə görsənsə də, əslində Amerikan donanması üçün həqiqətən çox kompakt bir avtomobildir. Səbəbi isə bəlkə də internetdə görmüş olarsınız ki, bu avtomobili 10 neçə saniyə ərzində yığıb ərsəyə gətirirlər. Hansı ki, üz şasisini bir nəfər, motorunu bir nəfər konstruksiya şəklində qurub hazır edə bilərdilər. Çox maraqlı. Və bu da maraqlı. onu həqiqətən çox daşınması rahat bir hala gətirirdi. Belə, davamında isə burada bizdə yük maşını və digər kabriolet banova adlandırdığımız hərbi maşın qarşılayır. Avtomobil çəkisinə görə çox yüngül və bir o qədər də yolsuzluğa hazırlaşmış bir avtomobildir. Az öncə vurğuladığımız kimi bundan daha köhnə avtomobilin at gücü daha çox olsa da, bu avtomobilin at gücü az, lakin keçmə qabiliyyəti kifayət qədər yüksəkdir və zamanın dövrünə görə həqiqətən çox lazımlı və kompakt bir avtomobil olubdur. Yəni bu oyundan da görsəndiyi qədərilə təxmini olaraq bir qarış yarımdır hardasa. Gördüyünüz bu maşın isə Cadillac firmasına məxsus olan ilk limuzinlərdən biridir. Maşının ağırlığı 2 tona, çəkisi, xalis çəkisi 2 tona yaxındır. Maşının sürəti isə 160 km/saat sürətlə irəliləyir. Maşın bir də bildiyimiz qədərilə, əgər səhv məlumat deyilsə, Dump and Dumper filmində 1970, 80, 90 bu aralıqlarda olan bir filmdir. Filmdə çəkilmişdir. Gəldik növbəti avtomobilimizə. Düşünürəm ki, BMW fanatları üçün bu avtomobil həqiqətən əvəzsiz olacaq. Nəzərə alsaq ki, avtomobil 1959-cu ilin istehsalı olsa da,
günümüzün acı reallığı olsa da bir çox avtomobilləri ilə 0-100 sürətini eyni anda birləşdirə bilər. Çünki bu avtomobil 1959-cu ilin istehsalı olmasına baxmayaraq 0-100 sürətlənməsi 11.4 saniyə təşkil eləyir və 1959-cu il olmasına baxmayaraq 118 at gücü hasil eləyir. Yəni nəzərə alsaq ki, günümüzün bir sıra ekonom avtomobilləri ilə eyni at gücüdür. Dövrünün həqiqətən super avtomobillərindən biri olubdur və V8 daxili yanma mühərrikinə malik olubdur. Həmin o barmaqlıqlar da ki, günümüzün BMW 7-ci seriyasında biraz zarafat məqsədli də olsa vurğulanır ki, artıq radiator barmaqlıqları avtomobilin tam olaraq ön hissəsini bağlayır. Amma həmin barmaqlıqlar zamanında çox kiçik və sadəcə radiatorun hava alması qədər tam bir maşın mütəxəssisi, maşın manyakları olur. Bax, sən olsan da. Getdik, bəli. Deməli, bu avtomobil nə qədər sadə görsənsə də 1971-ci ilə malik Lada Vaz 2101 markalı avtomobildir. Düşünürəm ki, ilinə görə həqiqətən böyük at gücünə malik olduğunu vurğulaya bilərəm. Çünki 1300 cc və səhv eləmirəmsə, bəli, 100 at gücünə malikdir. Çünki düşünürəm ki, günümüzdəki Vaz 2107 və Vaz 2106 markalı avtomobillər 100 at gücü hasil eləməsə belə, bu avtomobil bu at gücünü 1971-ci ildə hasil edibdir. Və digər maraqlı bir fakt odur ki, günümüzdə bir çox avtomobil fanatlarının ən sevdiyi trek olan Nürburgring trekidir ki, hansı ki Almaniyada həqiqətən çox trekdir? Nürburgring. Nürburgring, nə şeydir? Hansı ki günümüzdə həqiqətən böyük rəğbət görən treklərdən biridir ki, bu avtomobil istehsal olunduğu illərdə 1974-75-ci illərdə Alfa Romeo Giulia 1600 avtomobilini üstələyərək həmin trekdə birinci yer olmuşdur. Millət, 1881-ci ildə Amerika Birləşmiş Ştatlarında, ABŞ-da istifadə olunan yanğınsöndürmək üçün avtomobildir. Hətta bunu bir dənə yaxından zəhmət olmasına gəlin. Hətta bunun üzərindəki şamandıralar oxşuyur. Özüm işləmə çox gözəldir. İndi keçən maşına ətraflı videosunu çəkim, mən də sizə ətraflı məlumat verim. Bu avtomobilin çəkisi, xalis çəkisi 8 tonluq gördüyünüz kimi yanğın söndürmə üçün istifadə olunan bir avtomobildir. Bu avtomobilin istehsal edildiyi illərdə ABŞ-da alkoqollu içkilərin satışı, hazırlanması və istehlalı edilməsi qadağan idi. Yanğın söndürmə və polis idarələrinin işçiləri bu vəziyyətdən istifadə edərək qanunsuz şəkildə bu avtomobilin arxa hissəsinə 19 litrlik qabıqlarda yerli əhaliyə pivə satırdılar. Pivə bu inanılmaz bir şeydir və bunun yanında bilirsiniz nə var? Cübbülü. Bu nə heç bir fikrimiz O da yarım litr satırdı. O da yarım litr satırdı. Bu da cübbülü deyil, fikrimiz yoxdur. Bu arada bir şey də qeyd edim ki, motorun bir yağı, maşının bir yağı. Dediyim kimi xalis çəkisi 7 ton yarım, 8 tona yaxındır. Bunun içərisində 3 ton yarımı su tutur. Yaxşıdır. Çox böyük bir fərqi və çox da gözəl. Burada sandıq var, nəşə kodu var, arxasında FIFA var, 3 dənə danqdanqlı. Belə. Mənə görə həqiqətən də bu klassik avtomobil muzeyinin ən dəyərli avtomobili Bugatti yox, məhz Ferrari Testarossa'dır. Hansı ki bu avtomobil 1997-ci il istehsalına olmağına baxmayaraq 385 at gücü hasil edir və saatda 290 km sürətə əl çata bilir. Düşünürəm ki, həqiqətən dövrünün şahı adlana bilən, ön işıqları açılıb bağlanan ilk avtomobillərdəndir və günümüzdə həqiqətən bu avtomobildən çox kifayət qədər azdır. Düşünürəm ki, həqiqətən də elə məhz bu sərgidə yerləşəcək avtomobillərdən biridir. Bayaq maşının şüşəsində nə görürdü? Bura kimsə nə edir? Bildiriş olunmağına baxmayaraq kimsə burada öz sənət əsərini yerləşdiribdir. Buradan da görürsə indi özü bildir. Əl ölçüsünə baxanda da yetişkin bilir. Səhv eləmirəm. Bu şey deyil, aktyorun adı nə idi? Forsaj kinosunda səhv eləmirəmsə bunun qara rəngi yer alırdı. 1970-ci ilin Dodge Charger-idir. Bəli, hə. 1970-ci ilin Dodge Charger-idir. At gücü olaraq Ferrari-dən çox olsa da düşünürəm ki, görünüş, imaj olaraq Ferrari-dən geri qalır biraz. 400 at gücü hasil edir və saatda 220 km sürət əldə edə bilir. Nə qədər sürət? 280 səhv eləmirəmsə, hə.
1970-ci il olmağına baxmayaraq saat 0-100 4.5 saniyəyə yığır. İndi 0-100 4.5 saniyəyə. Bu neçə yığır? Onu yazmır, non-available-da. Bəlkə də var. Bu mühərrik arxada yerləşir. Mühərrik bəli. Ümumiyyətlə Ferrari-lərin mühərrikləri hamısı arxada yerləşir demək olar ki. Böyük ehtimal baxsın. Testarossa da orada salam verir adama. Yəni 4.5 saniyə həqiqətən günümüzdə çox ciddi şəkildə müqayisə olunur. Həddindən artıq. Və bu iki şah əsərin ardından bizi qarşılayan növbəti avtomobilimiz nədir? Mən də bilirəm, nədir? Təbii ki də Ford Mustang'dır. Mən özüm fərz qədər maşın həvəskarı olmasam da, maşınlar arasında ən çox sevdiyim maşınlardan biri yeni model, köhnə model fərqi yoxdur. Ford Mustang'dır. Həddindən artıq həssasiyəm. Hətta mənim öz şəxsi fikrimcə Ford'u, belə ya Ford deyəndə ağla Mustang, yəni Ford'u marka edən mənim fikrimcə Mustang modelidir. Mustang olmasa mənim şəxsi fikrimcə Ford heç nədir. Mənə qatılırsan fərqi. Qatılıram 100%. Aha. Deməli Mort nə idi? Mort nədir mən də bilirəm. 1967-ci ildə hazırlanmış Ford Mustang bizi qarşılayır. Uzun kapot, qısa alçaq tavan maşına elə yaraşır ki, yəni bu haqqda heç nə mən danışmıram. Sadəcə olaraq maşına baxın. Bu arada bir şeylə qeyd edirəm ki, maşının maksimal sürəti 180 km startdır. 0-dan 100-ə isə 8 saniyədə gerçəkləşdirir. Futbolda olduğu ki, futbol çox baxmasam da, indi mənim şəxsi fikrimdir. Nə qədər ki, Ronaldo Messi'nin kölgəsində yatır, BMW də Mercedes-in kölgəsində yatır deyə bilərik. Təbii ki, bu şəxsi fikirdir. BMW Mercedes-in kölgəsində. BMW Mercedes-in kölgəsində yatır və yatacaq. Düşünürəm ki, 1971-ci ildə belə bir klassika istehsal edən avtomobili hər hansısa brendlə müqayisə etmək olmaz həqiqətən. Yəni günümüzdə belə bu dizayn onda belə bir sual çıxır. BMW yaxşıdır yoxsa Mercedes? Yəni məncə bu sualın cavabı kommentlərdə görə bilərik. Tamam. Amma bizim şəxsi fikrimizlə sizi obyektiv fikrinizi qarşılamaq istəmirik. Mən səndən razıyam. Necə hətta mən öz qısa bir fikrimi deyim. Mən BMW fanatıyam. BMW xoşlayıram. Maşından çox anlayışımda olmasa. Mənim amma belə fikrimcə BMW komfort, Mercedes sürət. Bu mövzu olaraq üzərindən gedirəm. Ola bilər. Vəsə? Məncə. Və millət, gördüyünüz kimi sağ tərəfində mən buradan oxuyacağam. Fəriddə məlumat yazacaq. Bu loqonun bir dənə, o loqona bir dənə zoom verin. Bu gözəlliyə baxın. Bu qartal bilsən, yəni Rolls-Royce Silver Gold 1958-ci ilin buraxılışı 155 at gücü, 165 km/saat, 0-dan 100-ə isə cəmi 13.5 saniyədə çıxır. Hətta 20-ci və 21-ci əsrdə Elvis Presley daxil olmaqla bir çox məşhur şəxslər hal-hazırda bu maşına üstünlük verir və bildiyim qədərilə öz qaleriyalarında və yaxud istifadələrində bu maşından istifadə edirlər. Fərdi söz səndə. Belə düşünürəm ki, hal-hazırda bu muzey barədə kifayət qədər məlumat verdik. Yəni biz ümumi olaraq hər tip avtomobildən bir neçə dənə göstərməyə çalışdıq. Çünki burada maşın kifayət qədər çoxdur. Yəni hansı ki burada SL-lar, Ferrari-lər, Dodge və digər Amerika, İngiltərə, Koreya və digər bazarların avtomobillərini görə bilərik. Amma düşünürəm ki, ümumi olaraq sizdə burada nələrin olduğuna dair təsəvvür yarada bildik. Düşünürəm ki, xaricə qaçmamışdan əvvəl öz ölkəmizdə də görünən bu gözəlliklərə tamaşa eləmək lazımdır. Millət, bugünkü bu videomuz bu qədər idi. Videonun ərsəyə gəlməsində Fəridə ayrılıqda çox təşəkkür edirəm. Və çox sağ ol bir daha kanalımıza abunə olub, like etməyi və bizə dəstək olmağı əsirgəməyin. Bizim üçün bu çox önəmlidir. Çox sağ olun. Mənə qəşə düşmədi. Hə, nəysə. Belə Yusufun sözlərinə qatılıram. Həqiqətən məncə sizin üçün maraqlı bir video olacaq. Belə vloqların davamının gəlməyini istəyirsə kanala abunə olub, like eləməyi unutmayın.